Nəql olunub ki, Həzrət İmam Hüseyn əleyhissalam Südəmər körpəsi oxlandıqda, elə körpəsi qucağında ikən belə dedi: "Həvvənə aleyyə mə nəzələ bi ənəhu bi'aynillah." Başıma gələnlərin Allahın nəzəri altında olması bu müsibətləri mənim üçün asanlaşdırır. İmam Hüseynin başına nələr gəlib, nələri əldən verib, nələr çəkib, hər gün moizələrdən, videolardan özünüz eşidirsiniz, qulaq asırsınız. Burada bir neçə incə nüansat oxumaq istəyirəm. İnsanın başına gələn ağır travmalarla başa çıxmasının ən təsirli yolu həmin hadisəyə məna yükləməkdir. Əzab çəkərkən əgər bu əzabın bir məqsədi və ya ali bir dəyəri varsa, o əzaba dözmək mümkün olur. İmam Hüseyn əleyhissalam hadisəni məhv olmaq, puşluq, nihilizm kimi deyil, Allahın gördüyü bir sınaq kimi çərçivələyir. Bu hadisənin subyektiv təsirini dəyişir. İnsan özünü zərər çəkən psixoloji təbirlə desə qurban kimi yox, böyük bir missiyanın şahidi kimi gördükdə stres hormonu səviyyəsi idarə olunan olur və zehni tarazı qorunur. Daha sonra, əzizlər, insan çətin anlarda öz probleminə üçüncü şəxs kimi baxanda daha sağlam qərarlar verir. Bir çıx da situasiyanın içindən. İnsan ki deyir, Allah görür, bu zaman öz kiçik dünyasından və ağrı acısının hüdudlarından çıxır. Daha sonra kainatın yaradıcısının belə nəzarəti ilə özünü bir bütövün parçası hiss edir. İnsan fərdi olaraq acı çəkəndə təkdir və cəmiyyətdən təcrid olur. Ağrısından, acısından, dərdindən şikayət edənlərə baxın, onlar özlərini tək hiss edirlər, cəmiyyətdən uzaqlaşmış olurlar. Lakin İmam əleyhissalam bu acını ictimai bir xeyrə və ilahi məqsədə bağlayır. Ağır problemlərin əlində aciz qaldıqda gərək bax, bunları əzizlər yadımıza salaq. 1. Əvvəlcə vəziyyəti dərk etməyə çalışmalıyıq. Bir növ müşahidəçi olmalıyıq. Hadisəni mənim başıma niyə belə gəldi, niyə mənə belə etdilər, belə, yəni qurban psixologiyası sualı ilə həll etməməliyik. Bu vəziyyətdə mənim duruşum necə olmalıdır, nə etməliyəm? Yəni fəal şəxsin sualı ilə bu məsələdən çıxmağa çalışmalıyıq. 2. Daha sonra onu ali məqsədə bağlamalıyıq. İstənilən çətinlikdə, istər xəstəlik, itki, haqsızlıq zamanı özünüzə sual verin. Başıma gələn bu əzab, əziyyət mənim hansı dəyərimə xidmət edir? Əgər əzab bir dəyərə xidmət edirsə, onun o zaman ağrısı azalır. 3. Daha sonra ilahi nəzarəti unutmamalıyıq. Allah görür prinsipi insanın öz səylərinin boşa getməyəcəyinə dair bir növ psixoloji təminatdır. Bir sözlə, burada İmam Hüseyn əleyhissalam insanın daha dəyişdirə bilməyəcəyi bir gerçəkliyi, həqiqəti qəbul edir. Lakin Allahı ittiham etməyə